Hər vaxtınız xeyir olsun bizim dəyərli YouTube izləyicilərimiz, Qarabağ azarkeşləri, Qarabağ sevərlər. Bütövlükdə futbol ictimaiyyəti sizləri yenidən xoş gördük. Bu dəfəki mövzumuz həqiqətən də maraqlı bir fikirlə bağlıdır. Bilirsiniz ki, Qarabağımız UEFA Çempionlar Liqasının əsas mərhələsində çox əla bir performans göstərdi. Möhtəşəm qələbələri ilə biz azarkeşləri, Azərbaycan xalqını sevindirdi. Elə bununla bağlı olaraq dünya mətbuatında da xalqımızı qürurlandıran, Qarabağımızı, biz azarkeşləri qürurlandıran fikirlər dalbadal yansımağa başladı. Dalbadal dünya mətbuatında xoş sözlər, fikirlər bildirildi. Bu fikirlərdən də biri Fransa millisinin sabiq ulduzu Thierry Henry'e məxsusdur. Bilirik ki, Thierry Henry Fransa millisinin əfsanə oyuncularından biridir. Thierry Henry'nin sözlərinə görə o belə bir fikir bildirib: lentim Azərbaycan bayraqları ilə dolu idi. Məhz bu fikri, bu sözləri Thierry Henry deyib, Fransa millisinin əfsanə oyuncusu. Thierry Henry'nin sözlərinə görə bu həftə sosial şəbəkələrdə mənim lentim Azərbaycan bayraqları ilə dolu idi. Yuxudan oyananda minlərlə mesaj gördüm. Mən sadəcə həqiqəti deməyə çalışırdım. Qarabağ həqiqətən güclü komandadır. Onlar həm topla, həm də topsuz çox yaxşıdırlar. Əsas gücləri də məhz budur. Thierry Henry fikirlərini bu sözlərlə, bu ifadələrlə bitirib. Həqiqətən də dünyanın aparıcı ulduzlarından, Fransa milli komandasının əfsanələrindən bu cür sözləri, fikirləri eşitmək həqiqətən də biz azarkeşlər üçün, Qarabağımız üçün qürur vericidir. Bu belə deyək, fikirlər, bu məlumat sizlər üçün maraqlı oldusa kanalımıza abunə olub videomuzu bəyənməyi, paylaşmağı unutmayın. Hələlik Allah amanında.